Sənətkar, öz başına divar tikmək olmaz. Usta, sən dəqiq layihəyə uyğun işləmsən buranı? Buranı yox. Bunda bu nə hörmüsən sən belə? Nədir belə hörmüsən bunda? Hə? Usta, bunu nədən hörmüsən sən? O divar... Değerli izləyicilərimiz, Capital City beləliklə hörgü işlərimiz başladı. Divarlar hamısı uyğundur, yoxsa necədir vəziyyət? Burada uyğundur. Burada uyğundur. Baxmısan hamısına? Aydındır. Və hörgü işlərimiz davam edir. İndi qutarsın ki, mən artıq ona uyğun sizə göstərəcəm ki, burada harda hansı otaqlar vardı. Tak, bura bizdə anladığım qədər sanitar qovşaq olmalıdır. Bu hissə isə bizdə olmalıdır nə? Giriş. Amma bura giriş üçün yararlı deyil axı. Layihədə bəyəm belədir ki, usta, layihədə belə vermişsən sən. Bəli. Giriş buradan belədir, bu boyda. Bəli. Dəqiq. Bəli. Usta, baxın da layihə. Buyur. Sən sakit bir dəqiqə. Giriş buradadır. Neçə metrdir buradan bura? 3 metr. İşte 9. 89. 3 metr 89 santimetr. Usta, sən dəqiq layihəyə uyğun işləmsən buranı? Buranı yox. Bunda bu nə hörmüsən sən belə? Nədir belə hörmüsən bunda? Hə? Usta, bunu nədən hörmüsən sən? Niyə hörmüsən bunu sən? Nə bilim. Aha, bu niyə hörmüsən sən qardaş? Bu layihədir. Layihə verilib sənə. Layihədən kənar yer çıxırsan. Hə, susqunluq. Sənin sanitar qovşağın burada qapısı olmalıdır. O qapını niyə... Sən nəsə düz eləməmsən. Səhv salmışsan, eləməsən sən burada. Səhv salmışsan. Arayacaqsan indi sən bu divarın aqibətini. Çünki görün. O divar... Hə, sənətkar. Öz başına divar tikmək olmaz. Hər şey nə olmalıdır? Məsləhətli şəkildə olmalıdır. Yəni, açı layihəni qəbul özündə hər şey layihəyə uyğun olmalıdır. Aydındır mı? Oldu. Aydın. İşte burada baxmaq lazımdır. İşte burada bax, buranın da məsələsini həll edər. Uşaqlardan bir ölçüsündə bütün divarların hamısını. Başqa yerdə hadisə əlavələr yoxdur. Əgər varsa sökülsün. Aydındır?